والمؤمنات والمسلمين والمسلمات وبالفاتحة. السلام عليك يا صاحب الغبر والشهيد والمؤمنين والمؤمنات والمسلمين والمسلمات وبالفاتحة مع الصلوات. اللهم صل على محمد وآل محمد. السلام عليك يا صاحب الغبر والشهيد والمؤمنين والمؤمنات والمسلمين. الله رحمة eylesin. Allah ruhunu şad eylesin. Ya Allah. السلام عليك يا صاحب الغبر والشهيد. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. Allah rahmet eylesin. Allah ruhunu şad eylesin. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rahman. Maliki yevmiddin. İyyâke na'budu ve sıratellezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Allah rahmet eylesin. اللهم صل على محمد وآل محمد. ربنا اغفر لي ولوالدي وللمؤمنين يوم يقوم الحساب وبالفاتحة مع الصلوات. السلام عليك يا صاحب الغرب والمؤمنين والمؤمنات والمسلمين والمسلمات وبالفاتحة. اللهم صل على محمد ربنا الرحمن مالك يوم الدين إياك نعبد الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. اللهم صل على محمد وآل محمد. Allah rahmet eylesin. Hamısı da cavan Yani 60 ya. Sanki hamısını elbette koy hamısını. Olsun da pek olsun. Allah. السلام عليك يا أهل الغبرين والمؤمنين والمؤمنات والمسلمين والمسلمات وبالفاتحة مع الصلاة. اللهم صل على محمد وآل. Qəbirləri ziyarət eləmək, dünyasını dəyişmiş həmvətənlərimizin, həm yerlilərimizin ruhunu həmişə əziz tutmaq, onları xatırlamaq, ümumiyyətlə bizim atalarımızdan, analarımızdan, babalarımızdan, nənələrimizdən, eyni zamanda dinimizdən bəhrələnən adət-ənənlərdir. Bu son zamanlar belə olub ki, həqiqətən bəzən insanlar yaddan çıxır, bəzən bir kəndin, bir şəhərin, bir cəmiyyətin həyatında, formalaşmasında, inkişafında çox böyük işlər görmüş, fədakarlıq eləmiş, zəhmət çəkmiş insanlar unudulurlar. Unudulanda da bu yaxşı deyil ona görə ki, böyüməkdə olan nəslin tərbiyəsinə bu mənfi təsir edir. Biz isə bu son illərdə, xüsusilə möhtərəm cənab prezidentin, xüsusilə Qarabağ müharibələrindən sonra, xüsusilə şəhidlik institutu daha da fəallaşandan, inkişaf edəndən sonra biz bütün məzarlıqlara gedib ziyarət eləyəndə bir qayda olaraq tək şəhidlərimizi deyil, həmin kənddən, həmin obadan dünyasını dəyişmiş müəllimləri, alimləri, üləmaları, ağsaqqalları, ağbirçəkləri, yenə də təşkil edirəm, cəmiyyətimiz üçün, kəndimiz üçün çox dəyərli olmuş insanları hökmən yad edirik. Bu, həm bizim özümüz üçün faydalıdır, həm də cəmiyyətimiz üçün, formalaşmaqda olan gənc nəsil üçün, hamısı üçün bu bir ibrət dərsidir, həyat məktəbidir. Ona görə də biz fürsətdən istifadə edək, bir daha sizin
hamımızın simasında bizim bu kendimizden dünyasını değişmişlerin hamısına Allah'ta rahmet. Çok sağ olun. Allah hastalara şifa versin. Allah kalanların canını sağ eylesin. Allah bizim şehitlerimizin makamını daha uca eylesin. Onları hiç vakit unutmayalım. Onları ölmeye koymayalım. Allah aile başkomandanımızı, prezidentimizi korusun. Sağ olun. Minnettarıq. Sağ olun. İki kelime alava eləyim də, bu sizin gəlişiniz bizə həqiqətən də belə o kadar sevindirici, o kadar belə fərəhlici oldu ki, o valideyn deyim, başçı deyim, böyüklü öz işçilərini axtaranda nə qədər adam ruh yüksəliyi olur adamda. Elə biri də sizsiniz, bu çayın bizim üçün çox işlər görür. Bu çayı biz istəyirik daha Araz çayı qoyaq bu adam. O yolu çəkdirdiniz indi. Ben o gün dedim, hep uşaq vaxtı gedərdim meşəyə. O yol tamam yaddan çıkmıştı. Yine onu barda elədi, sağ olsun bizim belediyemiz. Hala devam ediyor o işler, devam Görürük ediyor. onun işini, Gördüğünüz görürük. işlerin Çok hamısı büyük işler bizim borcumuzdur. Sizin sadaladığınız şey, bizim vazifemiz, borcumuz bunları elemek. Biz de aksakallar Siz demişik sağ olun. ki, Sağ olun, sen minnettarız. akındayız, ne Teşekkürler. lazımdı, Allah sizin de hamısını rahmet akındayız. eylesin. Sağ olun. Ne lazımdı biz hazırız. Teşekkür ederiz. Çok sağ olun. Buyurun gelin. Sağ olun. Ben de burada. والمؤمنات والمسلمين والمسلمات رحم الله من يرى البعاد وقرأ الفاتحة الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط الذين أنعمت عليهم غير المغضوب عليهم Bir millet ki, bir cemiyet ki özünün çekişlerine böyle kıymet verir. Deməli bu dünyada kıymet verir, gələcəyinə də kıymet verir. Sizin hamıza teşekkür ediyorum. Çok sağ olun. Allah şəhidlərimizə rəhmət eylesin. Ama yine de cəmiyyətdə hamı başa düşməlidir ki, hamını da ziyarət eləmək mümkün deyil. Yəni, Biz de elbette. hamının Allah vaxt sizdən etibarı razı var, olsun. yeri. Ama ümumiyyətlə biz hər məzarlığa daxil olanda və çıxanda siz ümumi fatih edəndə biz hamıya Allah'tan rəhmət diləyirik. Dünyasını dəyişmiş bütün atalarımıza, babalarımıza, valideynlərimize ve şəhidlərimizə sizə təşəkkür edirik. Çok sağ olun. Zahmet çəkmişsiniz. minnettarız. Sağ olun. Ben sana ne yiyeyim?